yaxın 5 il üçün ən yüksək ölüm göstəricinə səbəb olacaq xəstəliklər açıqlanıb. Rusiya Elmlər Akademiyasının akademiki epidemioloq Gennadiy Onishenko bildirib ki, əsas risk qruplarına ürək-damar, onkoloji və endokrin xəstəliklər daxildir. Onun sözlərinə görə bu üç istiqamət uzun illərdir ölüm statistikasında lider mövqeyini qoruyur. Mütəxəssis qeyd edib ki, infeksion xəstəliklər arasında isə qrip ön sırada qalır. Xüsusilə A və 5 damlarının davamlı dəyişməsi virusun təhlükəsini artırır. Qrip infeksiyası xroniki xəstəlikləri, xüsusilə ürək-damar problemlərini kəskinləşdirərək ağırlaşmalara səbəb ola bilər. Onishenko'nun sözlərinə görə son 20 ildə yüksək ölüm riski yaradan xəstəliklərin siyahısı demək olar ki, dəyişib. Covid-19 pandemiyası dövründə tətbiq edilən məhdudiyyətlər qripin yayılmasını qismən azaltsa da, bu virus hələ də ciddi təhlükə olaraq qalır. Ekspert əlavə edib ki, yeni infeksiyalar arasında meymun çiçəyi də insan populyasiyasında yayılmaqda davam edir. Bununla yanaşı xolera pandemiyasının hələ də tam başa çatmadığı vurğulanır.